Selamlar, kanalıma videomuza hoş geldiniz. Ben Aysin. Bugün yeniden yeni bir videoyla karşınızdayım. Bu günləri eləməli olduğumuz şeyler çoxdular. Ama ilk önce dünənləri çəkdiyim videonu kompüterə atmalıyım ki, bu günləri onu editləyim, paylaşım. Bu günləri başqa nə eləməliyəm? Ən belə vacib olanları deyirəm. Qalanlara da bir şey eləsəm əgər elədikcə göstərərəm. Bugün 4-dən 6 riyaziyyat hazırlığım var. Səbəbdən oturub riyaziyyat tapşırıqlarını yazmalıyım. 75 dənə sual var. Ondan sonra da fizik hazırlığım var. Fizikanın qaydasını bugün öyrənməliyəm. Tapşırıqlar da çox idi. 120 neçədən falan olmalıydı. Bir qismini bugün yazaram, qalan qismini böyük ihtimalle sabahlar yazaram. Amma qaydasını məcburəm bugün öyrənməliyəm. Tapşırıqlarını da yəni 50-50 bölüşərik sabahla. Bir qismi bugün, bir qismi sabah belə qəşəng bir şey eləyərik. Ondan sonra əlavə çalışarıq ingilis dili eləyək, ondan sonra Python işləyək. Qəşəng şeyler olacaq bu günləri. Günə qəşəng başlamışam əslində. Prosta bilmirəm. Yəni qəşəng olacaq inşallah. Prosta acam gedim birinci yemeği yeyim. Qarnını doyuracaq, ondan sonra gedək işlərimizi görəyə bir. Ən vacib məsələ birinci riyaziyyat yazacağım. Ən belə şey riyaziyyatdır. Belə burası bir güncəlləmə üçün və güncəlləmə vermək üçün açdım kameranı. Hal-hazırda riyaziyyatı yazıram, amma da qutarmır. 89-cu suala gəlib çatmışam. 150 dənə sual var cəmi cümlətən. Mən ancaq indi təklərini yazıram da 89, 91, 93 falan bu cürlə gedirik, amma qutarmır. Bir dənə zülüm mövzudur. Nədir bu mövzu? Yadımdan da çıxdı. Kəsirlərin ixtisari ifadələrin sadələşdirilməsi, ədədi qiymətinin tapılması. Suallar rahatdılar, amma zülümdülər də. Bir dənə mənfi səhv, işarə səhv elədin. Fisoda bütöv həllün getdi sənin zaya. Nə bilim, saat neçədir? 52 dəqiqədə işləyirəm 89-cu sual demək. 52 dəqiqəyə mən 45 dənə sual işləmişəm. 45 ya da 44 dənə sual işləmişəm. Zülüm suallar var saat. Nə bilim, what's that də yəni də. Bunu bir amca normal eləyin. 150 dənə sual nədir? Adamın insafı olar bir amca. Ne bileyim cəhənnəm 75'ini yazırıq, amma yenə də adamın insafı olar da. Buna elə ki 100 dənə biz 50'sini yazarıq da. Yəni nə olar ki də. Nəysə. İndi bilmirəm ya, bayaqdan oturmuşam, oturmaqdan yoruldum da. Gələm idman falan eləyim. Onda bir damcı bölüm. Yəni diyanımda da. Bayaqdan eləyirəm də başım getdi mən. Başım deyil. Gələm bir damcı idman falan eləyim, başım da ağrışsın falan. Ondan sonra təzədən qayıdıb bunu eləyərik. Bu adı da yadımdan çıxdı. Vaxt ölçən şeydə, timerda elə bilin ki 1 saat 2 dəqiqədir göstərir, amma elə bilin 20 dəqiqə təqribən mən dərs işləyəndə bunu yandırmaq tamam yadımdan çıxmışdı. Yəni 1 saat 22 dəqiqədir mən bunu işləyirəm və axırda yəni güc bala bunu qutardım. İndi gedib bir dənə yemək yeyəcəm çünki acam həldən. Niyəsə bilmədim dərəcədə çox acımışam. Onu eləyim, ondan sonra da yəqin ki videolar editləyərəm, sonra onu bir dənə paylaşaram, ondan sonra da ingilis dilinə falan keçərəm böyle ehtimalla. Yəni günə qəşəng başlamışam və gün qəşəng davam edir. Yəni ləzzətlidir elə ki. Kinda
tired trying at the same shit. Kinda tired trying to give a fuck. Saving grace has never hit the same end. I've been running out of luck, yeah. Said I've been running out of luck, yeah. Said I've been running out of luck, yeah. Said I've been running out of luck, yeah, 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 yeah. Kinda tired trying at the same shit. Kinda tired trying to give a fuck. Saving grace has never hit the same end. I've been running out of luck, yeah. Said I've been running out of luck, yeah. Said I've been running out of luck, yeah. Said I've been running out of luck, yeah, 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 yeah. I can see it now, 'cause I can feel it now. When you touch me, in my bloodstream. When you touch me, you can lift me up. Says high above me, rivers in my heart. I can feel it now, coming closer. I can feel it now, taking over. In the heat of it, in my heartbeat, and the magic slips through my bloodstream. You can lift me up to places high above me. Can rivers in my heart. You lift me up. You lift me up. You lift me up. In my heartbeat, in my heartbeat, in my heartbeat, in my heartbeat. The way you touch is like a drug. The way your love lifts me up. Take me high, set me free. Take me high. High above me. Can rivers in my heart. You lift me up. You lift me up. You lift me up. In my heartbeat, in my heartbeat, in my heartbeat, in my heartbeat. Deməli təzədən açdım kameranı. Hal-hazırda saat 4-də işləyir, 7 dəqiqə. Hazırlığımın başlamağına təqribi olaraq 53 dəqiqə vaxt var. Mən də təqribi 45 dəqiqə sonra falan evdən çıxmalıyam. Videoları editlədim, həm uzunluğu, həm qısasını paylaşdım. Necə nə olacaq, izlənəcək, izlənməyəcək. Ne yiyeceğim, yemek yiyeceğim. Çünkü ben normalde ettim ki yemeği yiyeyim sonra editleyeyim videoları. Ama ettim çünkü birinci editleyeyim sonra yiyərəm yemeğimi. Yani aslında ben indən sonra ne desem bilin ki onun tersine diyeceğim. Çünkü zarafatsız neçə gündür yani zarafat orada videolar çəkirəm. O görürsün yani her gün çəkirəm də bunu da qəş ne istəyirsən məndən. Her gün çəkirəm, paylaşıram. Çalışdığım qədərilə bu cümlə davam elətdirəcəm. Hər gün çəkəcəyəm, elə hər gün təzə bir video gələcək. Bunu dayandırmayacağım inşallah Allah'ın izniyle. Yani son 3-4 gündür çox qəşəng gedir hər şey. İnşallah elə belə də davam eləyər. Bu cür indi söndürüm bunu. Gedim yemək yiyeyim çünki zarafat acamaya yoxsa deyənəm. Deyənə bilmirəm, güc bəla dayanıram.
Bu, yəni mat elədi mənə kabusu. Deməli, yemək makarondur. Makaronu qızdırmağa mənim bu dəqiqə qram vaxtım yoxdur. Onun üçün çörək götürdüm, xiyar götürdüm və xiyar çörəyi yeyəcəm. Yəni qəşəng olur, dadlıdır. Yəni xiyar da qəşəngdir, qara çörək də qəşəngdir. İkisi bir yerdə lap belə qəşəng olacaq. Bunu demək üçün atdım. Ağlımda çox qəşəng bir dənə video fikri var. Amma belə bir problemimiz var. Videonun sonu hazırdır. Yəni videonun sonu necə olacaq hazırdır, amma videonun əvvəli yoxdur. Yəni videonun sonunda məni döyürlər və sinematik bir video çəkmək istəyirəm də. Videonun sonunda məni döyürlər və bu döyülməyin üstündən bir mesaj vermək istəyirəm. Prosta bu mesaj nə olsun, bu mesaja hansı hissədən gəlir falan. Ağlımda yəni təqribi fikir var, amma tam belə oturmuş bir fikir yoxdur da, başa düşürsünüz. Və bu döyülmə səhnəsi üçün mən saxta qan düzəltməliyəm. Elə bu saxta qanı düzəldib bir kapsulanı içinə atacağam. Saxta qan yəni yeyilə bilir qida boyaları falan olur. O nişasta, bir də şəkərlə falan düzəldilir. Yəni onu kapsula kimi ağzıma atıb döyüləndə çeynəyəcəm, partlatacağam ki, ağzımdan qan axsın. Sonra burnum, qaşım, plan o yöndədir. Buralardan da qan falan axacaq. Yəni sonu çox qəşəngdir. Hansı açılardan rekurs deyirlər, rakurs deyirlər, nə deyirlər ya da başqa bir şey deyirlər. Bilmirəm, hansı bucaqdan çəkilməlidir falan. Bunların hamısı yəni hazırdır. Ağlımda ideya var, amma əvvəlini bir dənə hazır eləyə bilmirəm. Əvvəli də hazır eləyə bilsəm əgər çox super bir video çıxartacağam ortaya. Amma bir dənə əvvəlini gətirim də bunun da. Yəni xiyar çörəyimi yeyə oturub onu fikirləşdirəm. Çox qəşəng bir şey çıxartmaq olardı ortaya da. Quran and olsun. Ağlımda maraqlı ideyalar var. Ümumiyyətlə Instagramda da bu şeylər çıxır adamın qabağına belə. Futbol editlərinin üstünə yazı yazırlar, başqa bir şeyin üstünə yazı yazırlar falan. Onları da atmışam save'ə, yəni saxlamışam Instagramda və yaxud TikTokda falan. Onların da üstündən yəni yola çıxıb skriptli bir videolar hazırlamağa çalışıram hətta. Yəni Instagramda da 30-a yaxın o cürünə video var. Onları skriptləşdirməliyəm. TikTokda var, amma azdır TikTokda, Instagramda daha çoxdur. TikTokdakıları da bir skriptləşdirməliyəm. Skriptini hazır eləməliyəm, danışamadım bir də. Çox qəşəng şeylər eləyəcəyəm. Amma bilmirəm necə eləyəcəyəm. İdeya var ağlımda. Maraqlı ideyalar var. Çox qəşəng şeylər var ağlımda. Amma necə eləyəcəm onu bilmirəm. Və təkəm burada, başa düşürsünüz. Bir dənə yəni Yusif var. Onu razı salmaq üçün 10 dəqiqə falan yəni danışmalıyam ki, o videoda şeyləsin. Sonra uşaq tapmalıyam, adam tapmalıyam zarafatsız. Həmin məsəl üçün məni döymək üçün 3 nəfər falan lazımdır. 3 və ya 2 nəfər. Yəni biri böyük ehtimal Yusif olacaq onların, onu bir cürə razı salaram. Biri də uşaqlardan kimsə olmalıdır. Ümumiyyətlə o videoda iştirak eləyən də biraz adam sayı çox olmalıdır. 3 nəfər, 4 nəfər falan olmalıdır və onları bir-bir götürdüyünə yaxşı eləyənə kimi nə bilim çək və telefonumun yaddaşdı azdır yəni 64 GB-dır. Yəni videonu çəkdim pis oldu, silməliyəm. Çünki silməsəm o birisi videonu çəkəndə Jessica ekrana bir dənə başım boyda yaz gəlir ki, yaddaş doldu, vəsə. Storage is full. Please empty. Qaqa dolub da nə olacaq ki? Yəni 1 GB söhbət nə eləyirsən mənlə? Yaz ora, işim qutaranda silərəm də. Yəni necə deyim, mən xiyar çörəyimi yeyim. Bomba kimi. Bilirəm. Mənə döyəcəklər videonun axırında falan. O videonun tutacağına dəhşət çox inanıram. Ona görə onu seçəndə belə bir şey eləyəcəm. Uşaqlardan birinin telefonuyla başdan axıra kimi. Yəni video hardan başladı, videonun skriptini əvvəldən hazır edəcəm. Hansısa bir videonun içində videonun skripti hazır olar. Videonu çəkməyə hardan başladıq falan, bütün səhnələrin kamera arxasında çəkəcəyəm. Onu da ayrı bir vlog kimi falan paylaşaram. Əgər yəni onu hazır edəcəm, kamera arxasında saxlayacağam özümdə. Amma yəni video tutub eləsə əgər onu da paylaşacağam. Çünki onun kamera arxası zarafatsız maraqlı olur. Çünki bir dənə səhnə çəkəcəyim, mən səhv eləyəcəm. Başqa bir səhnə çəkəcəyinə bu falan kəs səhv eləyir falan. O səhvlər babat gülməli olacaq. Və özdə ki, bizdə belədir. Yəni bundan əvvəl də videolar falan çəkmişik. Yəni bir videonu biz heç vaxt tez çəkib qutara bilmərik. Yəni mütləq kimsə orada ya bambıllıq eləməlidir, ya nə bilim bir səhv eləməlidir falan. Yəni o bambıllıqda ki, eləyəndə çox vaxt hamımız eləyirik. Amma görsəm mən yəni ciddiləşsəm, yəni yavaş-yavaş onlar da ciddiləşirlər. Yəni qəşəng bir şey çıxır ortaya, amma başlayanda ki bambılı başlayırıq, çox mırtdaşırıq. Yəni işin əvvəli həmişə çox gec gedir. Amma sonra yəni reysə oturandan sonra pis yox. Yəni bambıllığa mı qoyur qırağa, ciddi iş görürük. Maraqlı olur yəni, gülməli falan şeylər çıxır
Və həmişə də eləyəndə videolar deyirik ki, ay kaş bunun kamera arkasını falan çəkərdik, maraqlı olardı. Onun üçün bunda belə bir şey eləyəcəm. Məsəl üçün qan düzəltmək üçün, saxta qan düzəltmək üçün dükana gedəcəyik materiallar falan almağa da. Onları falan belə çəkəcəm. Nə bilim, yəni o stop düyməsinə basmayacağam. Bəlkə 2 saatlıq, 3 saatlıq bir şey çıxacaq ortaya. Amma yəni, editdə mən o azaldaram, qısaldaram, boş hissələr silərəm, amma yəni, dayandırmayacağam onu. Məqsəd o yöndədir. Çox qəşəng şeylər edəcəm. Bura gözləyim də mən bu hazırlığı. Yeməyi yeyim, hazırlığa çıxım gedim gəlim. Bomba şeylər olacaq. O videonun skriptini yazım 5-cü gün ya da 4-cü günləri. İkisindən birində oturub onu çəkəcəyik. Uşaqlar, indi evdən çıxmışam, hazırlığa gedirəm və bu video deyirdim, bəs ağlımda ideya var falan. Onu bomba kimi, yəni necə eləyəcəyəm falan tapdım. Qaldı indi evə gedəndən sonra onun skriptini hazırlamaq və bir daha genişləndirmək. Amma bunu da ehtimalən axşam eləyərəm dərsdən sonra, çünki fizika işləməliyəm, bir də ingilis dili, Python falan işləməliyəm deyənə. Əsas onları eləyim, bu skript işini falan axşam eləyərəm. Bir də elə bilin ki, bir daha genişləndirməliyəm. Bir dəqiqə ağlımda olan ideya yəni qısadır. Təqribi 20 saniyə falan böyütüm, onu qutarar, amma mənim ağlımda olan təqribi 40-45 saniyə arası bir şey eləməkdir. Amma bir daha genişləndirim gələk. Deməli, hazırlıqdan çıxandan sonra evə gəldim. İndi 8-ə işləyir 19 dəqiqə, yəni 8-ə işləyir 20 dəqiqə. Mən yemək falan yedim və bu cür niyəsə saat 8-ə işlədi 20 dəqiqə. Mənim dərsimin başlamağına tam olaraq 1 saat 40 dəqiqə vaxt var. Mən oturacağam, böyük ehtimalla yox, indi onu eləyəcəm. Oturub fizikanı öyrənəcəyəm qaydasını. Ondan sonra yəni tapşırıqlarını hara kimi yaza bilirəmsə yazaram. Ondan sonra qalanını da sabahları yazaram, həll eləyərəm. Böyük ehtimalla ingilis dili ilə Python bu günlük qalacaq. Yəni niyəsini bilmədim, amma bugün olmadı, çatdırmadım hamısını eləməyi. Niyə elə oldu bilmədim. Çox heç bilmədim özdə. Yəni pis oldu, amma eybi yox. Canımız sağ olsun. Saçımı çox da belə fikir verməyim, girdim, içimdən çıxdım, elə fənlədim, yəni fazla uzadı vermədim, fazla ki yatacağım indi. Deməli, nə elədim, bir də onu deyim sizə. Fizikanı öyrəndim, tapşırıqlarını elə bilin ki, 120 neçədən falan deyirdim. Təqribi 70-ni 80-ni falan yazdım, 40-a yaxın tapşırığım qalıb, 40-dan az da hətta. Online dərsimiz bugün olası olmadı. Təqribi skript üstündə oturdum, biraz fikirləşdim, yəni artıq demək olar ideya tam hazırdır, qalıb sadəcə onu skriptləşdirmək, skriptini yazmaq. Və bu günləri YouTube'da abunəm babat artdı. 2700 falan idim, 2900'ə qalxmışam. 200 abunə artdım demək olar bir gündə. Bir gündə təqribi 2 gündə 200 abunəyə yaxın artdım. Çox qəşəngdir bu. Instagramda, TikTok'da da izləyici sayı yavaş-yavaş artır. Yəni demək olar aktiv video atanda artır bu. Yəni bunu başa düşdüm ki. Deməli bu cür gecəniz xeyrə. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənə qədər inşallah. Sağ olun, salamat qalın.